Tramp açıq dedi. ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə alacaq. Ağ Ev ABŞ prezidenti Donald Trump'ın kabinetinin pəncərəsindən Qrenlandiyanın böyük xəritəsinə baxarkən çəkilmiş fotosunu yayımlayıb. Bundan əvvəl Amerikalı lider Qrenlandiyanın müdafiə qabiliyyətini məsxərəyə qoyaraq onun 2 it xizəyindən ibarət olduğunu bildirib və Birləşmiş Ştatların adanı bu və ya digər şəkildə əldə edəcəyini deyib. Yanvarın 12-sində ABŞ Konqresinə Qrenlandiyanın anneksiyası və ona ştat statusunun verilməsi barədə qanun layihəsi təqdim olunub. Qeyd edilir ki, sözü gedən qanun ABŞ prezidenti Donald Trump'a Qrenlandiyanın anneksiyası və ya əldə edilməsi üçün zəruri olan istənilən addımı atmaq səlahiyyəti verəcək. ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Jeff Landry də ada ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, Danimarka 2-ci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının normalarını pozaraq Qrenlandiyanı işğal edib. Öz növbəsində Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas adanın üzərində Danimarkanın suverenliyini müdafiə edərək onun strateji əhəmiyyətini vurğulayıb və Qrenlandiyanın yaxınlığından sualtı kabellərin keçdiyini, buz qatının altında isə nadir torpaq metallarının yerləşdiyini qeyd edib. Kallasın sözlərinə görə ABŞ Avropa İttifaqının ən böyük müttəfiqi olaraq qalır, lakin tərəfdaşlıq çətin mərhələdədir.